bu misala baxmaq istəyirəm. Yəni, misalı necə deyə bilər? Ayrı-ayrı forlar kimi də izah edə bilərəm dənə-dənə. Baxın, birinciyə baxaq. Birinci mənə nə deyir? Bax, burada iki dənə boş siyahı verib. İki dənə boş siyahı. İki dənə boş siyahıya deyir append. Bax, burada 100 dövr gedəcək. Yəni, sıfırda başlayacaq, 99-da dayanacaq. Yəni sıfırdan başlayıb 99-da dayanmaq demək odur ki, yəni rəqəm birdən başlayanda 99-da dayansa 99 ədəd eləyir. Amma burada sıfırdan başlayıb deyəni, bunun içində elə 100 ədəd gedəcək dövr. Yəni 100 dəfə bu dövr gedəcək burada. Çox da ki 99-da dayansın da, yəni. Yəni burada indi bu A siyahısına deyir append elə 0. Bu hər dəfə dövr gedəndə A siyahısına sıfırlar əlavə edəcək. 0, 0, 0. Yəni bunun içində bildim ki 100 dənə 0 yaranacaq. Həmçinin B siyahısına eyni qədər 0 əlavə edəcək. 100 dənə 0 deyir əlavə elə. İndi mən bilirəm ki A siyahısında, B siyahısında sıfırlar var. Gəldik ikinci dövrümüzə, bax ikinci formumuza. Birinci formumuz sadəcə sıfırlar əlavə elədi. Bəs ikinci formumuz nə deyir? Gəlin bir dənə bu ikinci foru buradan kəsib çıxardaq. Görək nə deyir. Okay. Yerləşdirilib. Bax, bu for nə deyir? Deyir ki, A burada məsəl üçün dövr gedəcək. Yenə sıfırdan başlayacaq, gedib 99-da dayanacaq. Bax, burada deyir ki, A siyahısını, məsəl üçün sıfırdan gəldim. I hər dəfə qiymət alacaq da. I bərabər olacaq sıfıra, I bərabər olacaq 1-ə. Yəni, bu 99-a qədər gedəcək. I bərabər olacaq 2-yə. 99-a qədər gedəcək. I axırda 99 alacaq. Məsəl üçün, I 0 olanda. Gətirdik ki, A, I-nin qiyməti nədir? 0-ı qoydum bura. Qoydu. Sonra deyir ki, bura qoy. Bu I-nin qiyməti nə idi? 0. Çıx deyir 50-ni. Bu yazılış o deməkdir ki, bax, A sıfırıncı elementi bərabər elə. Sıfırdan 50 çıxanda neçə eləyir? Mənfi 50. A sıfırıncı elementi, buradakı A sıfırıncı elementi bərabər elə mənfi 50-yə. Aha. Onda da bunu mən bir dənə yuxarıda boş siyahı açım ya da elə aşağıda təzədən. Dəyişirəm axı bunu. Biri sıfırıncı element. Yəni bura yaz deyir mənfi 50. Əlavə elədim. İndi məsəl üçün gəldi i1-i götürdü. Dövr gedir də. i1 olanda, i bərabərdir 1 olanda. A birinci elementi deyir bərabər elə. Birdən çıx 50-ni. Onda nə eləyəcək? Mənfi 49. Yəni, bu deyir ki, A birinci elementi bərabər mənfi 49-a. Bu da oldu mənfi 49. Sonra i2 olanda. I bərabərdə 2 olanda. Nə olacaq burada? Nə baş verəcək? A ikinci, bəli. İkinci elementi bərabərlə 2 çıx 50. O da eləyəcək mənfi 48. Yəni, A ikinci element 48. Yəni, ikinci, bax, bu sıfırıncı elementdir. Bu ikinci elementdir. Bu da üçüncü. Yox, bu birinci. 1, 2, çaşdım. 0, 1, 2. İndi iş burasıdır ki, mən bu dövrü bu qədər çox getmək istəmirəm da. Çox getmək istəmirəm. Yəni, böyük dövr kimi getmək istəmirəm. Onda belə eləyərəm da. Təxmini bilirəm ki, 0 başlanğıcdır. 99-cu dövründə axırıncı dövrdür. Məsələn, 50-ci element neçəyə düşər? 0-dan başlasam, 49, 50-ciyə düşəcək. 49. Və 50-ci element. Bu da ki, neçəyə düşəcək? Məsələn, bir də 50, ortalardan götürərəm də indeksi. 1, əvvəldən götürərəm, bir də 2 dənə ortadan götürərəm, bir də axırdan götürərəm ki, görün məsələ nədir burada? Çünki mən bu 100 dövrü gedib, bu ədədlər bir-bir azala-azala zaten gedir də, düzdürmü?
Gətirərəm A 49 ilə. Deyirəm i bərabərdir 49. Deyirəm ki, A 49-cu elementi. Bir saniyə. I bərabərdir 49 olanda. Deyirəm ki, A 49-cu elementi bərabər elə. I-nin qiyməti nə idi? 49. Düstura baxıram. 49 çıxaq 50. Nə qalır? -1. Onda deyirəm ki, bax 49-cu elementdir də. Bu mənim indeksin nömrəsi özü verir də mən hardayam. Deyir mənim 49-cu elementim -1 idi. Necə burada deyir 0-cı elementim -50-dir. Məsələn, birinci elementim -49-dur. İkinci elementim -48-dir. Mən i49 ilə daxil olanda i49 ilə. Yəni mən bilirəm ki, A49-cu elementdir də bu. Yəni buna açıq-aşkar bilmək olur. Yəni bizə asan gəlməlidir bu. Deyirəm ki, onda -1 harda yerləşdi? 49-cu elementdə. Yaxşımı? Sonra gətirərəm 50-ni qoyaram. I bərabərdir 50 olanda. Bəli. 50-ci element. 50-ci element. 50 çıx 50 olacaq. O da eləyir 0. Onda belə çıxır ki, 50-ci elementdə 0-dır. Düzdürmü? Bir də 99-cu elementi taparam, ən axırıncını. Yazaram, i bərabərdir 99. A 99-cu element bərabərdir 99 çıxaq 50. O da eləyir 49, müsbət 49, düzdürmü? Yəni, deyirəm ki, bu da 49 eləyir. Bu mənim hansı elementimdir? 99-cu elementim. Bura kimi aydındır. Bax, biz ikinci dövrü də elədik. Bunu elədik. Sual var. Yox. Bura pozumunda. Buranı silək. Əslində bu tərəfdən idi, amma silək. Sildim. İndi mən istəyirəm bu foru icra edək. Bax bunu. Bu görək nə deyir. Bunu gətirib qoyuram bura. Bəlkə bu da yerinə aparaq qoyaq. Bu da yerinə aparaq qoyaq. Day lazımdır bizə. Bunu icra elədik. Gəldim bura. Buradakı nə deyir? Deyir ki, for in range. Yenə burada i neyniyəcək? I bərabər olacaq. Bir dəfə 0-a, bir dəfə 1-ə. Yəni dövr gedəcək. Hara kimi? 99-a kimi. 99-a. Onda mən heç bu 1-i də götürmərəm. Deyirəm ki, bir dənə o 49-cu elementi tap, bir də ki 50-ci elementi tap da. Yəni ehtiyac yoxdur o qədər getməyə. Deyirəm i bərabər olanda 0-a. Deyir ki, gəl bura, b bərabərdir. 0-cı elementi bərabər elə. A get 0-cı elementi tap, vur, bir də A 0-cı elementə. Aha. Gedirəm, baxın, A 0-cı elementim nə idi bayaq? -50-ni vuracaq. -50. Bəli, -50-ni vuracam -50-yə. Burada artıq B siyahısı açıram bir dənə. B siyahısı. -50, -50-yə vuranda neçə eləyir? 2500. Müsbət ədəd eləyir də, düzdürmü? Sonra gəlirəm i 49 olanda. 49-u götürürəm. Yəni bu misallarda həmişə bir axırdan, bir əvvəldən, bir ortadan, bir axırdan deyirlər, amma mən deyirəm 2 dənə ortadan götürürəm həmişə. İndi deyirəm 49 olanda B 49-cu element 49 deyirəm 99 yazır. 49-cu element bərabərdir. A 49-cu element vurulsun A 49-cu elementə. A
49-cu element A siyahısına gedib baxıram. Nədir? Mənfi. Onda deyir ki, -1-i vur -1-ə. Neçə elədi? 1. Onda belə çıxır ki, B siyahısında da 1-in 1 harda dayanır? Bu 0-da dayanmışdı. Bu da 49-da. 49-cu element. Çünki bu özü deyir ki, mənim 49-cu elementim. Mənim 49-cu elementəm. Bu özü burada deyir mənə. Sonra gəldim 50-ci elementi tapıram. I 50 olanda. I bərabər də 50 olanda deyirəm ki, B 50-ci elementi bərabər elə A 50-ci element vurulsun A 50-ci elementə. 50-ci element nədir A siyahısında? Baxıram ki, 0-da. 0. Maksimum. Biz de bunları edince birbaşa ile 49'a vuramırız. Maksimum 49 olmayacaq axı. Çünki bunu mən indi burada açıq yazıram. Çünki digərlərində minimum soruşacaq səndən. Ona görə. Baxın, bu 50-ci elementin də oldu 0. Bir də gəlin axırıncıyı tapaq. Axırıncı da nə idi? 99-cu element idi. 99 ilə girirəm. Deyir ki, B 99-cu elementi bərabər elə A 99-cu element vurulsun A 99-cu elementə. O da bərabərdir. 99-cu element nə idi? 49 vurulsun 49 olacaq. O da eləyəcək 2401. Yəni, mən 99-cu elementin 2401-dir. Bu şəkildə. İndi burada nə soruşur mənə? Bax, bura gəldi indi. Bunlar qutardı. Artıq bu bitdi. Burada nə deyir mənə? Max. B siyahısının ən böyük ədədi. Nədir? Ama 2500'dü de. 2500, amma baxın, indeksi istəyir. 2500-ün indeksi. Nömrəsini istəyir. Nədir nömrəsi? 0. 0. Bu da oldu B variantı. Ben çok korktum. Bu sertifikasyada işlemez. Altından bilmiyorum. Kalkamaram ya ilginç. İnşallah yaxşı olar. İndi birini də verim, onu siz eləyin. Belki buna çatana kadar biraz sadelerden eləyək. Ben alışım. İş prosesi testin əvvəli bunlarla başlayır. Çətindir bunlar. Axırlarına doğru hamısı sadədir. Bir 5-6 dənə testdir də bu testdən çətin olan. Qalan hamısı sadədir. Bu mənə çox qarışıq gəldi. Mən hardasa mütləq bir dənə rəqəm səhv eləyib, heç bunun yolunu bilsəm belə axırda gəlib bir dənə. Təkrar Səhv videosuna baxarsınız bunun. Yaxşı.